Amerika Birləşmiş Ştatları ilə İran arasında davam edən gərginliyi fonunda xam neftin qiymətlərində yenidən kəskin artım qeydə alınıb. Azeri Light markalı neftin qiyməti artaraq bir barel üçün $82.7 təşkil edib. Brent nefti isə 9% bahalaşıb. Neft qiymətlərinin artımı Hörmüz boğazındakı yeniliklərdən savayı daha hansı amillər şərtləndirir? Sualımızı iqtisadçı Xalid Kərimli cavablandırır. Neft qiymətləri Hörmüz boğazındakı gərginliklərin tədricən yumşalması ilə enir və neft qiymətlərinin müharibə nəticəsində dəyərinə əlavə olunmuş risk premiumu azalır. Amma biz Amerika-İran arasındakı epizodluq gərginliklər fonunda neft qiymətlərinin bəzən yüksəlməsini də müşahidə edirik. Təbii ki, Hörmüz boğazında baş verəcək bütün proseslər neft qiymətlərinə təsir edir. Neft qiymətlərinə təsir edə biləcək məsələ bu qlobal iqtisadi proqnozlardır. Dünya iqtisadiyyatının artımı ilə əlaqədar, artımın yaxşılaşdırılması ilə əlaqədar Çin iqtisadiyyatının daha sürətlə arta biləcəyinə, böyüyə biləcəyinə dair məlumatlar davamlı neft qiymətlərini dəstəkləyən amildir. Yəni, məsələ ondan ibarətdir ki, qlobal iqtisadi artım, qlobal sənayenin böyüməsi neftə tələbatı artırır və qiymətlər də artır. Son proqnozlar qlobal iqtisadi artımın bir qədər ləngiyəcəyinə dairdir və buna görə də hətta baxmayaraq ki, Hörmüz boğazında müəyyən gərginlik var, amma yenə də neft qiymətlərinin biz demək olar ki, münaqişədən, müharibə başlayandan öncəki intervallarda müşahidə edirik. Yəni $70-75 intervallardadır. Hörmüz boğazının bağlı qalması və yaxın şərqdəki müharibənin qızışması da neft qiymətlərini yüksək saxlaya bilər. Amma digər amillər qlobal iqtisadi artımın zəifləməsi, eyni zamanda Hörmüz boğazının açıq qalması, digər neft ölkələrinin, o cümlədən OPEC+'un hasilatı artırmağa davam etməsi neft qiymətlərini aşağı itələyə bilər.